Antisosial şəxsiyyət pozuntusu adından da bəlli olduğu kimi şəxsin sosial həyatın bütün normalarına qarşı çıxan davranışlar göstərməsidir. Yəni, qanun qaydalarla hesablaşmayan, başqalarının həyatını, duyğularını heçə sayan, istər insana, istər digər canlılara əziyyət edən və bundan peşmanlıq hiss etməyən kəslərdir. Sərhəd tanımayan hərəkətlərinin cürətkarlığı ilə narsistlər ilə qarışdırılsalar da, antisosial insanların xüsusiyyətləri fərqlidir. Onlar, necə deyərlər, qaranlıq dünyanın qəhrəmanlarıdır. Belə ki, normal cəmiyyətin 1-4%-ni təşkil edən antisosiallar həbsxanaların 40%-ni təşkil edir. Belə insanların uşaqlıq həyatında da başqalarına zərər vermək, heyvanlara işgəncə etmək kimi hallara rast gəlirik. Antisosial şəxslər bəzən özlərini həyatlarında baş vermiş ədalətsizliyə qarşı savaşçı kimi görür və öz zərərverici hərəkətlərini əski, əzilməyəsən şüarı ilə normallaşdırmağa çalışırlar. Tarixin ən məşhur mafiya liderləri, seri qatilləri, amansız cinayətkarları antisosial şəxsiyyət pozuntusu olan insanlardır.